Salam dostlar, yenə xoş gördük. Ariflərin məqamları dərsi davam edir. İbn Sina yenə Arif barədə danışır burada, bu bölümdə və Arifin xüsusiyyətlərini qeyd edir ki, Arif necə olmalıdır, necə davranmalıdır, düşüncələr necə olmalıdır və s. bu məsələyə işarə edir. Yadınızdadırsa, keçən dərslərdə biz qeyd elədik ki, İbn Sina inançlı insanları, ibadət edənləri üç qismə ayırır. Zahid, abid və Arif. Bunların içərisində ən kamili Arifdir. Çünki Arifin bütün zikri, fikri ancaq Allahdır və o hər şeyi ancaq Allah üçün edər. Onun əsas məqsədi Allahdır. Allahdan başqa heç nəyi qarşısına hədəf və məqsəd qoymaz. Burada da Arifi o cür vəsf edir. Buyurur ki, Əl-Arifu yuridu əl-haqqəl-əvvəl. Arifin istəyi Allahdır, haqdır. Lə li şeyin qeyrihi və Arif Allahı başqa bir məqsədə, başqa bir hədəfə çatmaq üçün istifadə eləməz. Yəni, Arifin niyyəti Allahdır, Allaha çatmaqdır. Ona görə o, bütün işlərində ancaq Allahı qarşısına hədəf qoyubdur. Amma bəzi insanlar ola bilər ki, ibadət etsinlər, itaat etsinlər, dini rituallar yerinə yetirsinlər, amma məqsəd nə olsun? Hansısa bir dünya mənfəəti olsun və ya axirət mənfəəti olsun və s. Buyurur ki, xeyr, Arifin niyyəti ancaq haqdır. Maraqlıdır, burada İbn Sina da Ariflər kimi haqq sözündən istifadə edir. Çünki irfan ədəbiyyatına baxanda, Ariflərin əsərlərinə baxanda görür ki, Ariflər haqq sözündən çox istifadə edirlər. Allah üçün haqq sözündən çox istifadə edirlər və Allahı vəsf edərkən haqq kəlməsini istifadə edirlər. Haqq Quranda da keçir Allah barədə, həm Allahın zatı barədə, həm də onun feilləri və sifətləri barədə istifadə olunur. Bəli, buyurur ki, Arifin əsas hədəfi nədir? Birinci haqqa çatmaqdır. Burada maraqlıdır İbn Sina birinci haqq deyir. Yəni Allahı vəsf edərkən birinci qeydini gətirir. Bu nəyə görədir? Ehtimal verirəm ki, burada Allahı digər varlıqlardan ayırmaq üçündür. Çünki varlıqları biz iki qismə ayırsaq, vacib varlıq və mümkün varlıqlar ki, mümkün varlıqlar da öz zatında və feillərində, sifətlərində müəyyən qədər haqq vəsfinə sahibdirlər. Burada ola bilsin ki, ehtimal ki, İbn Sina Allahı digər varlıqlardan ayırmaq üçün burada birinci qeydini gətirir. Təbii ki, mən şərhlərə baxdım. Şərhlərdə demək olar ki, bu məsələyə işarə olunmur. Nəyə görə İbn Sina burada haqq sözünü birinci sözü ilə yan-yana işlədir. Hər halda ehtimal verirəm ki, məqsəd budur. Sonra buyurur ki, وَلَا يُثِرُ شَيْئًا عَلَى إِرْفَانِهِ. Heç bir şeyi öz irfanına tərcih etməz. Bu çox maraqlı bir şeydir. Yəni, insan seçim qarşısında qalanda heç bir şeyi öz irfanına, Allahla olan rabitəsinə, əlaqəsinə, bu yola tərcih etməz. Bu, əslində Arifin ixlasından xəbər verir. Ki, Arif o qədər bu şeyə köklənib, yəni Allaha, məqsədi Allaha çatmaqdır, o qədər buna köklənib ki, o artıq kənar təsirlərdən nədir? Uzaqdır. Heç bir şey onu aldada bilməz. Heç bir vəsvəsə onu yolundan çıxara bilməz. Yəni, heç nə onun önündə əngəl törədə bilməz ki, o seçim qarşısında qalsın ki, görəsən, bu yolu seçim, haqq yolu seçim, yoxsa hansısa bir mənfəətin ardınca gedim. Çünki tarixdə bəzi insanlar olub o cür seçim qarşısında qalıblar. Önlərində fürsət çıxıb və insanlar haqq yolu atıblar, həqiqət yolunu atıblar və həmin mənfəətlərin ardınca qaçıblar. Ariflə digər insanları fərqləndirən xüsusiyyət də odur. Arif heç vaxt nəyisə Allaha tərcih etməz. وَتَعَبُّدُهُ لَهُ. Arifin ibadəti, bəndəliyi ancaq Allah üçündür. O yalnız Allaha ibadət edər və heç nəyi şərik qoşmaz. Niyə? İbn Sina bunu izah edir. Niyə Arif ancaq Allahı istəyər və ancaq Allah üçün ibadət edər və heç nəyi buna tərcih etməz? Burada izah gəlir. وَلِأَنَّهُ مُسْتَحِقٌ لِلْعِبَادَةِ. Baxın, Arif bu məsələni zehnində həll edibdir. Çünki Allah bu ibadətə layiqdir. Baxın dostlar, Allahı ibadətə layiq bilmək bu irfandır, bu ariflikdir. Yəni, ariflik hardan başlayır? Ariflik, baxın, elə buradan başlayır. Ki, sən neynəyəsən? Allahı buna layiq biləsən. Sən ki, Allahı buna layiq bildin, ondan sonra sən artıq arif olmusan, irfan məqamına qədəm qoymusan. Amma nə qədər ki, bunun fərqində deyilsən, bunun şuurunda deyilsən, sən heç vaxt o məqama çata bilməsən. Ona görə məsələni birinci nə etmək lazımdır? Beyində həll eləmək lazımdır ki,
insan bunun fərqində olmalı ki, həqiqətən Allah nədir? İbadətə layiqdir. Və təbii ki, bunun əlamətləri var. Yəni, insan Allahı ibadətə necə layiq bilir? Bunun əlamətləri nədir? Əlamətlərini İbn Sina burada qeyd edir. وَلِأَنَّهَا نِسْبَةٌ شَرِيفَةٌ إِلَيْهِ Bu ibadət Allahla insan arasında olan çox şərafətli bir məqamdır, çox şərafətli bir vasitədir. Niyə? Çünki insan Allaha olan istəyini, sevgisini, bəndəliyini məhz bu ibadət vasitəsilə izhar edir, üzə çıxarır. Yəni, mümkün deyil ki, bir insan desin ki, mən Allahı sevirəm, Allahı ibadətə layiq bilirəm, Allah bizi yaradandır və Allah bizim Mövlamızdır. Amma onun müqabilində onun əmrlərini icra eləməsin, heç bir şey etməsin, dini ritualları yerinə yetirməsin. Belə bir sevgi təbii ki, ola bilməz. Belə bir bəndəlik ola bilməz. Bu saxtadır. Və digər bir əlamət də budur ki, yəni o ki, insan arif məqamına çatır. Digər əlaməti də budur ki, lə li rəğbətin av rəhbətin. Bu ibadət nə rəğbətdən qaynaqlanması, nəyisə çatmaq üçün, nə də qorxudan qaynaqlanmasın. Çünki İmam Sadiqin də dediyi kimi, ibadət edənlər üç dəstədir. Bəziləri tacir zehniyyəti ilə ibadət edərlər. Yəni, ibadət edərlər ki, bunlar cənnətə qovuşsunlar və ya dünya mənfəətlərinə qovuşsunlar. Bu tacir zehniyyəti ilə edilən ibadət dostlar. Niyə? Çünki tacir nədir? Tacir öz işindən ancaq mənfəət güdür. Tacirə bir şey verməsiz əvəzində, o sizə heç nə verməz. Bəziləri qul zehniyyəti ilə ibadət edir. Yəni, cəhənnəmdən qorxmaq üçün, Allahın cəzasından qorxmaq üçün və ya çəkinmək üçün, qorxduğu üçün, çəkindiyi üçün ibadət edir. Bu da qul zehniyyətində olan ibadətdir. Çünki qullar da öz ağalarının cəzasından qorxduqları üçün onun bütün sözlərinə əməl edirlər. İbn Sina deyir ki, arif ancaq Allah üçün ibadət edir. Yəni, onda nə tacir zehniyyəti olmaz, nə qul zehniyyəti olmaz. O ancaq Allah üçün ibadət edir. Və İmam Sadiqin də dediyi budur ki, bəziləri tacir zehniyyəti ilə ibadət edirlər, bəziləri qul zehniyyəti ilə ibadət edirlər. Və İmam Sadiq buyurur ki, üçüncü dəstə var. Onlar azad insanlardır. Onlar kimdir? Onlar o şəxslərdir ki, Allahı ibadətə layiq bilərlər və sırf Allah üçün ibadət edərlər. Bu çox maraqlıdır. Kumel duasında da bu var. Həzrət Əli buyurur ki, Mə əbəddükə xavfən min nərik. Mən sənin cəhənnəmindən qorxduğun üçün sənə ibadət etmirəm. Və lə təməən fi cənnətik. Nə də cənnətinə tamah saldığın üçün ibadət etmirəm. Və ləkin vəcəddükə əhlən lil ibadəti fəəbəddükə. Mən səni ibadətə layiq bildiyim üçün ibadət edirəm. Burada dostlar, yanlış anlaşılmasın. Məsələ bu deyil ki, Həzrət Əli Allahın cəhənnəmindən qorxmurdu və cənnətini istəmirdi. Xeyr. Belə bir şey mümkün deyil. Yəni, mümkün deyil ki, bir insan, hətta Həzrət Əli də olsa, hətta Peyğəmbər də olsa, mümkün deyil ki, bir insan cəhənnəmdən qorxmasın. Bu qeyri-mümkündür. Yəni, insan Allahın cəhənnəmdən qorxmalıdır və qorxardı. Çünki o, çox dəhşətli bir yerdir. Və ya mümkün deyil ki, bir insan Allahın cənnətinə tamah salmasın. Bu qeyri-mümkündür. Çünki insan elə bir varlıqdır ki, o, Allahın nimətlərinə tamah salır. Ümumiyyətlə, Allahın nimətlərini istəməmək, bu Allaha hörmətsizlikdir. Yəni, bu o deməkdir ki, sən elə bir şey yaratmısan ki, mənim ona ehtiyacım yoxdur. Xeyr, belə bir şey mümkün deyil. İnsan Allahın nemətlərini istəyər, tamah salar. Sadəcə olaraq Həzrət Əlinin burada demək istədiyi odur ki, ey Rəbbim, mənim sənə ibadət etməyimdə nə əsas faktor cənnət deyil, nə də cəhənnəm deyil. Yəni, cənnət də olmasaydı, cəhənnəmdə olmasaydı, yenə də sənə ibadət edəcəkdim. Yenə də səni Rəbb bilib, səni ibadətə layiq bilib, sənə ibadət edəcəkdim. Baxın, burada məqsəd budur. Nəinki Həzrət Əli burada demək istəyir ki, ehtiyacım yoxdur onlara və ya qorxmuram cəhənnəmdən. Xeyr, aydındır. Ona görə biz də bu vasitəni özümüzü test edə bilərik. Ki, insan indi öz vicdanına müraciət edib bu həqiqətləri test edə bilər. Ki, mən də ibadət edirəm. Görəsən, mən cənnət üçün ibadət edirəm, cəhənnəm üçün ibadət edirəm, yoxsa Allah üçün ibadət edirəm. Bunun da vasitəsi nədir? Test üsulu nədir? Bax gör, cənnət, cəhənnəm olmasaydı ibadət edərdin, yoxsa yox. Bəli. Sonra İbn Sina buyurur ki, və inkənətə, yəni əgər bir rəğbət və ya bir çəkinmə hissi, qorxu, vasitə olsaydı bu ibadətdə, fəyəkunul mərğubu fihi əvəl mərhubu anhu və da'i. Belə olan təqdirdə, həm o çatmaq istənilən şey, rəğbət duyulan şey, yəni cənnət və ya dünya mənfəəti və həm də o qorxulan şey, çəkinilən şey, cəhənnəm, Allahın cəzası, huvəd-da'i, əsas motiv bu olacaqdır. Yəni, ibadətimizin, ibadət etməkdə əsas səbəb, əsas motiv ya o mənfəət olacaqdır, ya da o
cəza olacaqdı. Yəni biz Allaha ya mənfəət üçün ibadət etmiş olacaqdıq, ya da hansısa bir cəzasından çəkinmək üçün. Və fihi el-mətlub, və olan təqdirdə tələb olunan şey bunlar olacaqdı. Nəinki Allah olacaqdı. Mətlub tələb olunan şey Allah olmayacaqdı. Və daha dəhşətlisi nədir? Və yakunul haqq leysəl qayə, bəlil vasitə ilə şeyin qeyrihi huvəl qayə. Və daha dəhşətlisi budur ki, Allah burada vasitə olacaqdı, nəinki hədəf. Yəni mənfəət üçün ibadət edən bir insan və ya nəyinsə qorxusundan ibadət edən bir insan bu Allahı hədəf qərar verməyib, Allahı vasitə qərar verib və Allahın vasitəsi ilə o şeyə çatmaq istəyir. Və huvəl mətlubu dunehu, həmin şeydə əsas tələb olunan şey nəinki Allah. Bu ən dəhşətli bir məqamdır ki, insan Allahı hədəf yox, vasitə qərar verir. Yaxşı, burada sual ola bilər. Özümüzü necə test edək? Necə yoxlayaq özümüzü ki, görəsən biz, məsələn, kimsə yardım eləyir, xeyriyyəçi işinə məşğuldur, kimsə təbliğatla məşğuldur, kimsə insanları maarifləndirir. Biz özümüzü necə yoxlayaq ki, ilahi, görəsən biz həqiqətən niyyətimiz sənsən yoxsa yox. Bunun dostlar bir neçə yolu var. Bir yolu budur ki, məsələn, bir məclisdir, xeyriyyəçi işinə məşğul olan insanların adı çəkilir və təbliğatla məşğul olan insanların adı çəkilir və onlara tərif olunur. Onlar təriflənir. Görürsən orada narahat olursan ya yox. Sənin adın çəkilməsə. Əgər sənin adın çəkilməsə, sən narahat olursansa, bil ki, burada ixlas yoxdur. Sənin məqsədin Allahda məqsəddir. Yəni, amma əsas məqsəd deyil. Onunla yanaşı neynəmsən? Mənfəəti də güdmüsən. Hansısa bir mənfəət, dünyəvi mənfəəti də güdmüsən. Burada təbii ki, xalis, təmiz ixlasdan söhbət gedə bilməz. Çünki sən narahat oldun. Əksinə niyyəti təmiz olan insan, xalis niyyət olan insan ondan narahat olmamalıdır. Tam tərsinə, əgər adı çəkilsə, onda narahat olar ki, niyə mənim adım çəkilir? Niyə mənim bu işlərim gizlin qalmır? Əlbəttə, bu istisnai hallar var. Bəzi yerlərdə yaxşı işlər açıq-aşkar deyilməlidir. Çünki Quranda deyilir ki, açıq və gizlin, məsələn, infaq edənlər, yaxşılıq edənlər. O heç. Amma indi elə bir yerdəsən ki, orada açıq deməyin heç bir ictimai, sosial təsiri yoxdur. Orada əgər narahat olursansa, deməli, burada ixlasdan söhbət gedə bilməz. Bu bir üsuldur. Digər bir üsul isə tənqiddir. Dostlar, bu da tənqid də insan ixlasını yoxlamaq üçün çox önəmli bir faktordur, bir test üsuludur. Yəni, tutalım, sən yaxşılıqla məşğulsan, xeyriyyəçiliklə məşğulsan və ya maarifləndirmə işi ilə məşğulsan. Kimsə gəlir sənə tənqid edir ki, filan şeyi düz eləmədin, filan şey etməsən yaxşı idi və ya filan sözü səhv demirsən, filan fikri yanlış çatdırmısan. Əgər insan narahat olursa ki, niyə məni tənqid elədi? Niyə məni tənqid elədi? Əgər insan narahat olursa, o dildə etiraf eləməsə də, hal dili ilə deyir ki, ənə rabbukumul ə'lə, mən sizin ən üstününüzəm. Yəni, insan hal dili ilə fironluq eləyir ki, sən niyə mənə irad bildirsən, mən sizin ən yaxşınızam, ən üstünüzəm. Niyə? Çünki özünü ən yaxşı hesab etməyən, özünü günahsız hesab etməyən, özünü səhvsiz hesab etməyən bir insan heç vaxt tənqiddən narahat olmaz. Tənqid edəni özünə düşmən və çox pis biri qərar verməz, hesab etməz. Deməli, bu insanın özü haqqında gözləntiləri çox yüksəkdir ki, o özünü tənqidin fövqündə görür və tənqiddən uzaq bilir. Çünki özünü tənqiddən uzaq bilən insan heç vaxt tənqiddən narahat olmaz. Əksinə o nə edir? Həm özü, həm də digərlərinin o şəxsi barədə gözləntilərini düzgün tənzimləyər. Birinci özü özünə təlqin edər ki, özü özünə izah edər ki, mənim özüm haqqında gözləntilərim yüksək olmamalıdır. Mən bir insanam, oxumuşam, biraz çox bilirəm digərlərindən, amma bilmədiyim şeylər də var. Ona görə səhv etməyim normaldır. Kimsə məndən səhv tutursa, kimsə məni tənqid edirsə, hətta ictimai tənqid edirsə, bu normal bir şeydir. Burada nə var ki? Yəni, mən özümü məsum hesab etmirəmsə, özümü səhv edə biləcək bir potensialda görürəmsə, niyə tənqiddən qorxmalıyam və ya niyə tənqiddən narahat olmalıyam? Həm də onu dinləyənlərə bunu başa salmalı ki, sizin mən barədə gözləntiniz məsum kimi olmamalıdır ki, mən səhvsizəm, xeyr, mən də səhv eləyə bilərəm və kimsə məndən səhv tutsa, o zaman onu linç eləməyin, ona qarşı bədbin fikirdə olmayın, ona qarşı, nə bilim, qaralama kampaniyasıza da aparmayın. Yəni, normaldır. Mən də insanam, mən də səhv edə bilərəm, mən məsum deyiləm. Bəzən insan bunu dildə deyir. Deyir ki, mən məsum deyiləm, mən də səhv edə bilərəm, bax, mən də xəta edə bilərəm, amma əməldə bunu
icra eləmir. Yəni əməli bunu təsdiqləmir. Dildə deyir mən səhv edə bilərəm, amma kimsə ondan səhv tutanda nə edir? Başlayır ona qarşı narazılıq etməyə, narahat olmağa, küsməyə, inciməyə. Demək ki, ha bax filan kəsində mənim gözü götürmür və s. belə hallar çünki yaşanır. Kimsə tənqid edirsən deyir mənim gözü götürmür. Qardaş, axı sən məsum deyilsən. Sən məsum deyilsən, sən o zaman tənqidi normal qəbul etməlisən. Baxın, bu tənqiddə test vasitəsidir, test üsuludur bir növ. Niyə? Çünki insan bunun vasitəsilə özünü test edə bilər ki, görəsən mənim niyyətim Allahdır, yoxsa Allah deyil. Əgər narahat olmursa, deməli bəli, bu insanın niyyəti Allahdır və özü barədə gözləntiləri yüksək deyil. Amma yox, narahat olursa, deməli bu insanın niyyəti Allah deyil. Hə, Allah da var, amma işin içərisində nəfs də qarışıbdır. Yəni bu insan, tənqiddən narahat olan insan, baxın, bir qayda olaraq bunu deyirəm. Bunu bir qayda olaraq deyirəm. Tənqiddən narahat olan insan bilsin ki, onun bu fəaliyyətində Allahla yanaşı nəfs də var. Çünki nəfsi ortaya qatmayan bir insan heç vaxt tənqiddən narahat olmaz. Əgər bir insan tənqiddən narahat deyilsə, deməli bu işdə nəfs yoxdur. Bu bir mənalıdır. Hə, narahatlıq da iki növdür. Bir var ki, bir insan narahat olur ki, kaş bu səhv eləməyəydim. Bu başqa, bu normaldır, bu narahatlıq normaldır. İnsan niyə səhv eləsin, niyə səhv məlumat çatdırsın? Təbii ki, heç kim bilərəkdən səhv çatdırmaz məlumatın. Bu cür narahatlıq normaldır. İnsan narahat olmalı ki, keşke bu səhv eləməzdim. Və var ki, narahat olur ki, məni niyə filan kəs tənqid elədi? Bəs mən filan kəslərin, tələbələrimin, nə bilim, məni dinləyənlərin, kütlənin gözündə düşdüm. Bu, yəni yanlışdır. Bu təfəkkür ümumiyyətlə yanlışdır. Ki, kimsə məni tənqid edirsə, deməli mən cəmaatın gözündən düşdüm. Xeyr, bir tənqidlə, 5 tənqidlə, 10 tənqidlə insan heç vaxt insanların gözündən düşməz. Əksinə, sən onlara mesaj ötürürsən ki, bəli, mən də səhv edə bilərəm, mən səhvsiz deyiləm. Soruşan da məndən də soruşun, başqasından da soruşun, digərlərindən də soruşun. Xülasə, bu şeylər vasitəsilə biz öz niyyətimizi test edə bilərik. Bugünlük bu qədər. İnşallah növbəti dərslərdə görüşənədək hələlik.